Dəyərli dostlar, bugün sizlərə Hacı Cavad Rəsuli haqqında danışmaq istəyirik. Hacı Cavad Rəsuli İranın tanınmış və hörmətli məddah, mərsiyəxan, nohəxanlarından biridir. O, xüsusilə Zəncan və ətraf bölgələrdə çox məşhurdur. O, 1960-cı ildə Zəncanda anadan olub. Atası ruhani idi və uşaqlıqdan onu Əhl-i Beytə qarşı məhəbbətlə böyüdüb. Təxminən 10 yaşından dini məclislərdə iştirak edir. Uzun illərdir Zəncanda və İranda müxtəlif heyətlərdə, xüsusilə Həzrəti Musa İbn Cəfər heyətində fəaliyyət göstərir. Onun məddahlıqları xüsusilə Mühərrəm və Səfər aylarında, həmçinin digər müətəm məclislərində geniş dinləndir. Şəxsi həyatıma gəldikdə isə onun 3 övladı var. Onun ailə üzvləri arasında dini fəaliyyətini davam etdirən məşhur məddah olan Mehdi Rəsulidir. Hacı Cavad Rəsuli Azərbaycan məddahlıq ənənəsinin davamçı və ustadlarından biri kimi qəbul edilir. Onun səsi və ifası köhnə məktəbin ən yaxşı nümunələrindən sayılır. Emosional, səmimi və ruhu silkələyən. Bir çox insan onun məclislərini ruh dincəldən kimi təsvir edirlər.